elə başa düşürəm, elə görürəm, elə anlayıram ki, yəni hər birimiz fərqi yoxdur. Mən olum, siz olasınız. Yəni yaşdan fərqli asılı olmayaraq və yaxud savadlı, savadsız hər kimi də biz hər eləyəcəyimiz, yəni dünən nə eləmişiksə, bu gün nə ediriksə, sabah nə eləyəcəksə, yalnız əslində nəticədə hər birimizin istədiyi odur ki, yəni mən özümü daha yaxşı hiss edim. Yəni seçdiyimiz hər davranış, söz, elədiklərimiz nəticədə almaq istədiyimiz odur ki, yəni biri daha güvəndə hiss etmək istəyir özünü, biri daha necə deyimsə, daha çox sevilən, biri daha çox eşidilən, anlaşılan, qəbul olunan, sayılan, seçilən, nə bilim, hər kəsənin belə konkret əslində məqsədi var elədiklərində insanın. Yəni amma hamısı fərqli yollarla gedir də. Yəni insanlar kateqoriyalara bölünürlər, belə deyə bilərik. Yəni insan var ki, öz istədiklərinə, yəni bu yaxşı hiss etməyinə özünü gəlir ancaq o yolda ki, yəni ki, mən hər zaman hər şeyi kontrol eləyim, yəni öz sözümü keçirdim, öz sözümü yeridim. Ya başqası məsəl üçün deyir ki, çalışır ki, hər zaman belə də daha güclülərə, daha özünü kimlərdən zəif görür, onlara uyğunlaşım, hardasa yaltaqlıq edim, hardasa mən onlara nədəsə köməklik edim, yəni işlərinə yarayım da bir sözlə. İnsan var ki, məsələn, deyir ki, yox, mən hamıdan uzaq, tək tanha özüm üçün öz həyatımı sürüm. Məsələn də tutalım, ya öz yaxınlarımla və yaxud ümumiyyətlə. Yəni, bir sözlə, hər birinin seçdiyi odur ki, mən daha yaxşı hiss edim özümü. Düzdürmü? Və əslində ancaq sonucda biz bilirik ki, bizim seçimlərimiz bizə yaradı, yoxsa yaramadı. Yəni, bizim seçdiklərimiz hansı yolları seçdiysə həyatımızda bizi sonuçda nəyə gətirib çıxartdı? Yəni məhv oldu hər şey, heç istədiyimiz kimi olmadı və yaxud bəlkə də oldu, istədiyimizdən də bəlkə artıq, amma bizə heç qane etmədi. Gördük ki, yox, əslində heç mənə bu lazım deyilmiş ki. Əslində heç mən buna can atmırmışam ki. Mən elə düşünürdüm, mən bunu istəyirəm məsələn. Bəzilərimiz məsələn kimlərəsə hər zaman dəstək olmaq ilə özümüzü yaxşı hiss edirik ki, mən onda özümlə bağlı düşünürəm ki, mən demək yaxşı insanam. Görürsən, mən yaxşı insanam ki, hər zaman hər kəsə dəstək göstərirəm, yəni bacardığım qədər. Yəni bu bir kateqori insanlar. Başqaları, yəni yaxşılıq eləyir məsələn, hələ bu kateqori eləyir. Yəni ki, artıq o qədər eləyir ki, özü illərdir məsəl üçün özünü unudub. Və sonuçta bunu nə üçün eləyir? Kimlərəsə kömək eləyir, kimlərəsə dəstəyi nədən eləyir? Özünü yaxşı hiss etsin. Yəni ki, bu mənada ki, özünə deyə bilsin ki, bax, gör necə mən yaxşı, gözəl insanam. Elə bilin ki, adam özünə vəd verir də, söz verir. Məsələn, hamıya dəstək olan, özünə dəstək olmayan, o vəd verir özünə ki, eyb yox, sən elə, sən dəstək ol, sən arxa çıx, qoy insanlar arxalansınlar sənə. Bacardığın qədər bir çox insan. Yəni, vaxt gələcək, sən onlara lazım olanda sən arxalana biləcəksən. Yəni ki, bu bir yalancı bir vəddir. Yalandan özünü insanın belə yanlış inanc deyək də, saxta inancıdır insandakı. Yəni ki, hər zaman hər kəsə ancaq gözəl davran, hər zaman hər kəsə çox anlayışlı, çox mərhəmətli, çox qəbul edən, incə. Amma ki, yəni müxtəlif kateqoriya insanlarla müxtəlif hələ davranışlar əslində sərgilənəndə, onda yenə də dediyim kimi balans elə bilin qorunmuş, saxlanılmış olur. Amma yəni bəzən insan var ki, həqiqətən də çox da elə gözəl insan deyil. Yəni müxtəlif belə xasiyyətində belə qüsurlar var deyək. Amma zaman gəlir ki, doğrudan doğruya ona anlayışla qarşılamalısan ki, anlayışla davranmasan, yəni bu insan artıq yəni olduğundan daha pisə çönə bilər. Çönəcəkdir və onda zərəri həm özünə, həm başqalarına daha çox dəyəcək. Gəlin belə bir müasir deyək də, nümunə götürək.
qadın elə bil özü-özünə vəd verir ki, mən cürəbəcür plastik əməliyyatlar elətdirsəm, tutalım, yəni bədənimdə, üzümdə. Yəni mən bir çox insan, daha çox insan məni bəyənəcək, daha çox insan məni qəbul edəcək, daha çox insan elə bilin ki, belə deyim də, o düşünür, tutalım ki də, paxıllıq edəcək mənə, həsədlə baxacaq mənə. Yəni bax, bu vədləri özü-özünə elə bilin verir də. Düzdürmü? Amma yəni əməliyyatlar dəfələrcə olunduqda artıq yəni ki gözəlləşməkdən, yəni ki bəzilərində doğrudan görürsən ki, yəni o qədər diqqətlə yanaşılıb ki əməliyyatlara. Yəni xüsusən də pasient özü onu həqiqətən də görür, anlayır. Doğrudan onda hansı dəyişikliklər olandan sonra bu daha gözəl görsənər, daha maraqlı görsənər, daha belə cəlb edici tutalım ki. Amma bir çox insanlarda görürük ki, yəni artıq həddindən çox olduğuna görə əməliyyatlar, yəni gətirir, çıxarır ya bir eybəcərliyə və yaxud bir qüsura və yaxud necə deyim sizə, sağlamlığın itirilməsinə. Yəni fəsadlar olur da, yəni burada həm də psixoloji artıq asılılıqlar da burada yaranır insandan, hələ müxtəlif prosedurlardan. Tutalım ki, yəni əslində başlayır nə ilə? Onunla ki, insan özünə dediyim kimi, yəni belə bir saxta inancı var ki, mən bunları eləsəm, mənim həyatım belə deyədə daha gözəl olacaq. Yəni həyatım gözəl olsa, məni daha çox insan həsəd aparsa, mən özümdən məmnunluq hissi olacaqdım özümlə bağlı. Yəni sonuçta hər kəsin istədiyi odur ki, özündən də məmnun olsun, həyatından da və onda çox gözəl hiss edəcək özünü. Sadəcə seçilən yollar anında sənə xoşbəxt hiss etdirir özünü, amma ta sonuca gəlib çatanda artıq elə olur ki, ya gözəl doğrudan hiss edirsən özünü, çünki məmnunsan ümumi baxanda həyatına, deyirsən ki, hamısını hələ düz elədim, tutalım da, əgər hələ obyektiv görürsə baş verənləri, düzgün analiz edə bilirsən, deyir ki, yaxşı ki elədim bunları hamısını. Amma adam var, yolu çətin idi, qorxulu idi bəlkə də, əzablı idi, yəni özü seçdiyi hələ yol belə idi. Seçdiyi yol hələ çətin yol idi, əzablı idi və nəticə çox gözəl oldu. Yəni anında, o an, yəni ki, gün bə gün özünü xoşbəxt olmağı məsələn seçmədi, amma nəticəni seçdi də, sonucu seçdi. Yəni vaxt gəldi, istədiyi doğrudan nəticəni, belə deyək də, hələ bil ki, o deyirəm, strateji düşünmə qabiliyyəti də o varsa, həqiqətən də insan belə deyim də, hələ bil udmuş olur da həyatda. Bir çox şeylərə qalib gəlmiş olur. Yəni öz potensialını düzgün anlayanda ki, mən nələrə bacarıram, nələrə qadirəm, nəyə bacarmıram, nə məndə gözəl alınır, nəyə inkişaf elətdirə bilərəm. Yəni bunları doğru şəkildə görəndə, yol çətin olsun, asan da olsun, yəni fərqi yoxdur da, bəzən asan, bəzən çətin. Əsas odur ki, nəticədə məmnunluq, elə bir məmnunluq olur ki, o məmnunluqdan məyusluq yaranmır da, ayda, heç bilsəydim bunları eləməzdim, nəticəsi belə olacaqdısa, mən niyə elədim? Yəni bu sözləri demir. Neysə, mən təxminən düşünürəm, nə demək istirdim, fikrim nə idi ümumi olaraq, onu elə düşünürəm ki, çatdıra bildim sizə. Sağ olun, görüşərik.